Salamlar dostlar. Demək, video başlarından da görüldüyü kimi yenə Power Delivery dəstəkləyən bir modul sifariş eləmişəm. Çindən üstündə yazılar hamısı Çincədir. Bu tərəfdən 6-30 volt arası DC gərginlik veririk. İstəsək konnektordan, istəsək də bu pədlərdən. Hər ikisi qoruyucudan keçir. Bu yaxşı haldır. USB-A çıxışı Quick şarj dəstəkləyir. Power Delivery isə 140 Watt-lıq bir çıxış verməlidir dediklərinə görə. İndi onu test eləyəcəyik. Ölçülərini sizlə bölüşüm. 67 milimetrin 32 milimetre. 32 milimetre. Radiatorla bir yerdə qalınlığı da kondensatordan ölçək. Təxmini 16 milimetrdə qalınlığı var. Belə ilk baxışdan hər şey qaydasında görsənir. Burada xətləri istəyə görə qalınlaşdırmaq da olar. Belə də saxlamaq olar. Burada da qalınlaşdırmaq üçün yerlər mövcuddur. Eyni şəkildə giriş xətlərində. Çox vaxt itirmədən keçək testlərimizə. Testlərimizi eləmək üçün belə bir DC jackdən istifadə edəcəm. Alligator 25 amperə dözən silikon kabellərdir. Onlarla qoşulur laboratoriya tipli qida blokuna. Type-C çıxışına 240 Watt-lıq kiçik bir hardasa yazılmalıydı. 240 Watt-lıq bir Power Delivery kabel taxırıq. Və belə kiçik bir trigger modulu almışdım. İmitasiya eləmək üçün. Üstündə dip switchlərlə 9, 12, 15 və 20 volt seçimləri var. Bu dip switchlərdən seçə bilirik. Onu da taxacaq bura. Bu hissə qoşulub elektronik DC yükləyəm. İndi o hissəni də göstərəcəm. Laboratoriya tipli qida blokundan 27 volt 10 amper ayarlamışam. Çıxışı verirəm və DC yükümüzdə də gördüyünüz kimi burada 20 volt görsənir. Başlayaq yavaş-yavaş modulu yükləməyə. 1 amperdən başlayaq. 1 amperdə 20 var. Mən maksimalda işlədirəm. Çıxışı 20 volt qoymuşam. Triggerdən 15, 12, 9 və 5 voltları ayarlamaq olur. 2 amperdə 40 watt. Eyni şəkildə orada da görürük 41 watt. Çəkirik. 3 amper 60 watt. 80 watt. 4 amperdə 100 watt. 119 watt. 137 watt. Və başlayaq xırda bunu qaldırmağa. 141.45 hal-hazırda çəkirik. Burada isə 155 watt çəkilir hal-hazırda. 143 watt. Bir addım daha atsaq, böyük ehtimal qorumaya keçəcək. Gördüyünüz kimi artıq düşür və qorumaya keçdi. Bu da yaxşı haldır. Biz bunu 7 amper
yükləyək. Bir müddət işləsin. 7-də 137 wattda. Demək olar 138 watt. Burada isə 150 watt çəkirik. Hal-hazırda bir məsələni istəyərdim qeyd eləyim. Termal kamera ilə baxaq görək maksimal gücdə cihaz nə qədər qızır. Hal-hazırda ümumi dövrə kartı 62 dərəcəyə yaxın qızıb. Radiator hissəsinə baxaq. Eyni şəkildə. Artıq qorumaya keçdi. İstilik qorumasına keçdi. Bu da əla göstəricidir. Demək ki, belə bir qoruması var imiş. Söndürək. Voltaj yenidən qayıtsın. 4 amperdə saxlayaq və yenidən qoşaq. Hal-hazırda 80 watt çəkirik. Demək 60 dərəcədən sonra qorumaya keçir. O əla göstərici. Keçək başqa testlərə. Növbəti testimiz Ripple testi olacaq. Ripple testi üçün bizə nə lazımdır? Oscillograf probunun uç hissəsini, bu yaylı olan hissəni taxırıq. Bunun səbəbi də nədir? Bu arada çox böyük məsafə olsa, misal üçün bu öz krokodilini taxmış olsaq, bunlar antena kimi işləyir və parazitləri çox olmasına gətirib çıxarır. Ona görə biz daha qısa ölçmək üçün belə bir aparatdan faydalanırıq. Yaxşı olar ki, bu kondensatorun dibindən ölçək, ümumiyyətlə voltajın çıxdığı yerdən. Sadəcə orada toxunma yerləri az olduğu üçün biz bu çıxış terminalından ölçəcəyik. Hansı ki, bu gedir bizim elektronik yükę. Oscillograf probunu 1x-də saxlayırıq. Kanal ayarlarından AC, burada DC, ground və AC var. Biz AC-ni seçirik. Band genişliyi 10, 20 MHz-də. Prob yenə 1x-də. 5 mikrosaniyə rejimində başlayırıq ölçməyə. Döyüntüləri. Yük olduqda bunu biz ölçə bilirik ancaq yük altında ölçə bilirik. Çünki normalda bizdə az göstərə bilər, yəni döyüntünü. Hal-hazırda döyüntü müşahidə olunur. Yük verilməyib. Yükü hal-hazırda verirəm. 4 amper. Və pik to pik, yəni təpədən təpəyə bizdə 50 millivolta yaxın bir şeydir, onu pauzə eləyək, daha dəqiq görsənsin. 60 millivolt, maksimum 32, 33 deyək, minimum 28. Yəni ən təpə nöqtələri 33 olub və pik to pik 60.8. Düşünürəm ki, pis deyil, yaxşıdır. Burada bunun Ripple testi oldu. Bir də bu döyüntünün nə qədər çox, nə qədər az olmağı məsələsi bir də bizim qida blokundan asılıdır. Çünki orada da müəyyən qədər bir döyüntü olacaq. Bunu Çinli bir saytdan almışam. Adını videoda çəkməyəcəm, amma linkini aşağıda açıqlama hissəsinə qoya bilərəm. Elə də bahalı deyil. İş görər, əlbəttə görər. Type-C ilə işləyən bir notebookunuz varsa, 140 watt adapter lazımdırsa, bura 27 volt, 28 volt, 24 volt hər şey ola bilər. Çünki çıxışda 20 aldığımıza görə, yəni 20-dən biraz yuxarı olsa bəs eləyir.
voltaj verməklə 7-8 amperlik çıxışda istədiyiniz 140 watt ala bilirsiniz. İş görər. Ya da belə deyək, lehim qələmi 150 wattlıq lehim qələmləri var, 140 wattlıq lehim qələmləri var. Adətən C245, misal üçün bu C210'dur. Bunun bir böyükləri var, C245. Onlar daha böyük güc verə bilər. Bunlar da maksimal 100 watt yazıblar, amma 100 watt ani moment burada olur. Yəni davamlı 65 watt çəkə bilir və bunun uc müqavimətlərinə görə dəyişir. Bunlar da standart 2 ohm falan olmalıdır. Ümid edirəm video faydalı olub. Bəyəndisə bəyənməyi, abunə olmağı unutmayın. Hər kəsə uğurlar.